Salam, hər vaxtınız xeyir olsun kanalımın izləyiciləri. Bugün mən sizinlə köbələk salatı hazırlayacağım. Burada bizim doğranmış köbələklərimiz var. Hələ qızartmamışıq köbələklərimizi acı yağda qovuracağıq. Burada banka qardalımız var. Qırmızı şirin bibar, sarı şirin bibar, kökümüz, xiyar, töyğun, döşəti, yəni filesi var. Burada da mayonezimiz var. İndi başlayaq köbələyimizi yağda azca qovuraq. Qalan ərzaqları qovrulmamış, bişməmiş əlavə edəcəyik. Tavamızın içərisinə duru yağ əlavə edək. Hardasa 3 xörək qaşığı və bunun içərisinə köbələyimizi əlavə edəcəyik. Bir çay qaşığı miqdarında duz əlavə edək. Artıq bəs edər, çox qızartmaq lazım deyil. Nə də qara rəng etmək lazım deyil. Bax, belə şəffaf olmalıdır. Üzərini bəzəmək üçün bütöv köbələklərimizi suda qaynadaq. Kökümüzü bax belə uzun doğradıq. Az miqdarda kökümüzü yumşaldaq. Yəni çox bərk lazım deyil. Biraz yumşaq olsa yaxşıdır. İçərisinə az miqdarda duz əlavə edək. Mayonezimizi əlavə edək. Biraz da duz əlavə etdim. Qarışdırandan sonra duzuna baxmaq lazımdır. Əgər əksikdirsə duzu əlavə etmək lazımdır. Köbələk salatımız artıq hazırdır. Çox gözəl, möhtəşəm, dadlı, ləzzətli alındı. Siz də mənim kimi belə gözəl köbələkdən, şirin bibardan, bütün ərzaqlardan belə gözəl salat hazırlayın. Çox sağ olun dinlədiyiniz üçün və mənə abunə olub dəstək olmağı da unutmayın.